Psixomotor taksonomiya nədir? Psixomotor ümumiyyətlə nə deməkdir? Psixomotor taksonomiya bizim hərəkətimizlə bağlı olan taksonomiya növüdür. Sayaq ayrıcılıqlı. Hə, 5 dənə növü var. İmitasiya, manipulyasiya, dəqiqlik, təbiiləşmə, artikulyasiya. Əşya. Bax, tutaq ki, deyirəm ki, belə deyək də, bu ən çox fiziki tərbiyə ilə bağlı deyil, biraz mən o fiziki tərbiyələrin adlarını da, yəni bədənlə bağlı deyil, onların adını daha çox çəkirəm. Tutaq ki, fiziki tərbiyə müəllimidir, o belə halqa keçirilir. Hə, halqanı götürür, belə təkrarlayır, belə deyək, fırlanır, şagirdlər də onu eləyirlər o tərəfdə. Gördüyün kopyalayırsa imitasiya. Və məsəl üçün fiziki tərbiyə müəllimi oturur, dairələri verir uşaqlara, deyir ki, gedin fırlanın da bu qaydada. Belə təlimatını verir özü. Təlimat verirsə manipulyasiya. Hansıdır ki, mən deyirəm ki, göz var, hərəkət var. Müəllimə, internet getdi, başa düşmədim. Deyirəm, hansıdır ki, məndə göz var, bir də hərəkət var. Göz var, hərəkət varsa imitasiya. Hansıdır ki, deyirəm ki, hadisə, iş avtomatikləşibdir. Professionallaşıbdır. Təbiiləşmə. Hansıdır ki, deyirəm ki, vizual görüntü var, təqlid